Neçə yaşımız var? 41. Deməli, təşəkkür edirəm ki, icazə verirsiniz. Çox gözəl belə paylaşımlar etmək istəyirəm, amma bəzən xanımlarımız icazə vermir. Xanımımız həm yerlimizdə Almaniyada yaşayır, ildə bir dəfə gəlir. Bu dəfə biraz tez olub, noyabr ayında xanım yanında olub. Bizim deməli 540 manatlıq aksiyadan yararlanıb, full botoks və 3 qram dolğu. O dolğular haranıza olmuşdu? Ağız ətrafı, gicgah. Biraz da ora nəsə eləmişəm. Bir də bizim möhtəşəm 7 nöqtəni eləyib və noyabr ayından bu günə qədər deyir, üzümü heç nə eləməmişəm. Maşallah, hər şey qaydasındadır. Bu videonu çəkməkdə mənim məqsədim odur ki, bəzən xanımlar deyir ki, məsələn, botoks eləyirik, sonra olduğundan pis olarıq. Hal-hazırda xanımımız botokssuzdur. Zəhmət olmasa hirslənin. Yəni, botoksu açılıb, qaldırın. Gülün. Əvvəlki vəziyyətinizə qayıtmısınız? Yox, hələ tam açılmıyor. Tam açılmıyor. Yəni razısınız ondan. Çox razıyam. Və ağız ətrafı dolğu olunub gördüyünüz kimi, yəni dolğu bəzən deyirlər, şişir, göyərir, yeriyir. Necə var elədir, biraz sovrulub. Gicgahları tam-tamına heç, məsələn, bu dəfə ona gicgah eləməyəcəm, çünki çox qəşəng qalıb gicgahı və mən əminəm ki, siz dəyişmisiniz, hə? Çox dəyişmiş. Çox dəyişmisiniz. Yəni, razı deyiləm. Bəlkə də sizin məndə şəkliniz var, axtarsam bəlkə də nəsə taparsınız. Bugün isə bu gözəl xanımımıza yenidən botoksumuzu təkrar edirik. 3 qram dolğudan 53 nöqtə atışı edəcəm xanımımıza ki, daha fresh olsun və yeni bir prosedur xanımımıza Nefertiti botoks eləyəcəm. Bir də zəhmət olmasa göstərin, platizma əzələlərini görürsünüz. Bu əzəlləri deaktiv eləyəcəm və Nefertiti botoksun özü də gözəl bir lifting verir üzə. Düzdür, xanım arıqdır, brillası yoxdur, üzündə artıq bir bir şeyləriniz yoxdur. Amma bu prosedurlardan sonra xanım daha parlaq, daha fresh, daha möhtəşəm olacaq. İnşallah. Tələsəcək ki, elə hər il Bakıya gəlsin. Amin. Başlayaq. Hissləriniz zəhmət olmasa. Qaldırın. Və sizə bir söz deyim, mən biləndə ki, pasientlərimiz uzaqdan gəlib, onlar burada olmayacaqlar, heç bizim korreksiyada ehtiyacımız olmur. O vaxt eləndə korreksiyaya gəlmişdiniz? Gəldim, amma özüm gəldim. Özünüz gəldiniz. Ehtiyac var idi? Belə ehtiyac yox idi, amma siz balaca toxunuş elədiniz. Özünüzün xoşuna gəlmədi nəsə, onu toxunuş. Onda yəqin ki, burada nəsə oynayıb gəlmiş. Ola bilər. Eləyirəm və yaxud da ki, məsələn, deyirəm ki, o dediyim baby botoks, happy botoks, yəni biraz oynayır, o da belə olur. Və bir də onları mənə göstərin.